Salam, mən Kənan Məstəliyev, İdman Jurnalisti Rekorda saytının baş redaktoruyam. Siz isə 11 adamdasınız. Daha doğrusu 11 adam ekstradasınız, çünki bildiyiniz kimi formata uyğun olaraq mən həmişə müsahiblərimlə tək olurdum. 2 nəfər olurduq studiyada və müsahibəni təkbətək götürürdüm. Amma bu dəfə formatı bir qədər dəyişdirmək qərarına gəldik və mənə bu dəfə dəyərli dostum, həmkarım, tanınmış idman jurnalisti Anar Xanlarov dəstək olacaq. Anar, xoş gəlmisən, təşəkkür edirəm gəldiyinə görə. Xoş gördük Kənan, çox sağ ol. Təşəkkür edirəm. Qonağımız isə hal-hazırda Dinamo klubunun prezidenti vəzifəsini daşıyan, amma bütün futbol azarkeşlərinin həmişə futbol deyəndə yada düşən ilk 2-3 nəfərdən biri olan futbol mütəxəssisi, futbol adamı, illərdə ömrünü futbola vermiş, həmişə də aktiv olan, yəni bəzən kölgəyə çəkilməsinə baxmayaraq, həmişə də aktivliyini davam elətdirən Yaşar Seyidovdur. Yaşar mənim, xoş gəlmisiniz. Çox sağ ol. Yaşar mənim, başlayaq ən sadə sualdan. Necəsiz? Yaxşıyıq. İkinci liqada mübarizə aparıb çempionatda uğur qazanmağa çalışırıq. İkinci liqanın səviyyəsi necədir? İkinci liqanın səviyyəsi deyərdim ki, keçən ilə baxanda bu illəri daha yaxşıdır. Sözsüz ki, get-gedə ikinci liqanın səviyyəsi artmağa doğru gedir. Bu məni sevindirir. Əsas problem nədir? Əsas problem klublara ayrılan maliyyə vəsaitlərinin həddən artıq reallıqdan uzaq olması və orada hansı ki, bütün Azərbaycanın futbol coğrafiyasında bütün rayonlarımız demək olar ki, ikinci liqada təmsil olunub və onlara diqqətin həddən artıq az olması. Yəni düşünmürsünüz ki, yəni ən kiçik kömək belə əslində köməkdir, çünki klublar artıq özləri inkişaf eləməlidir. Yəni ancaq dövlətin verəcəyi pula güvənməklə də inkişaf eləmək də olmaz axı. Yox, mən sizin bu fikrinizlə razı deyiləm. Ona görə ki, ölkəmizdə yəqin ki, futbolun siyasətini aparan insanlar var. Və bu günlər əgər o insanlar seçilirsə və futbolun rəhbərlik eləmək missiyasını öz üzərinə götürürsə və bütün məsələlərdə futbol klublarına dəstək olmalıdırlar. Yəni, o tendensiya artıq, yox, bunlar ancaq klub eləməlidir. Mən o fikrinə tam uzağam. Ona görə ki, klubun inkişaf eləməsi üçün kifayət qədər təkliflər verilir. O təklifləri həyata keçirmək üçün icra strukturları dəstək olmalıdır. Amma həmin icra strukturları dəstək vermirlər və ona görə də klubların inkişafında çox ciddi problemlər var. Məsələn, hər hansı sponsorlara müraciət edirsiniz, onlardan imtina almağınızın səbəbi nə olur? Səbəb odur ki, məsələn, mən bildiyiniz kimi AFFA-nın futbolun inkişafı ilə bağlı strategiya hazırlanarkən biz kifayət qədər həmin futbolun inkişafı ilə bağlı layihələrdə ciddi təkliflər verdik. O cümlədən də o təkliflərdən biri də futbolun inkişaf fondunun yaradılması məsələsi idi. Necə ki, Azərbaycanda orta və kiçik sahibkarlara dəstək fondu yaradılıb və o çox uğurla Azərbaycan dövlətinin çox uğurlu layihələrindən biridir və həmin layihələrdə də hörmətli Orxan müəllim sahibkarların inkişaf fondunun rəhbəri və o çox böyük işlər görür və siz görürsünüz, ölkəmizdə son vaxtlar sahibkarlıqla bağlı nə boyda böyük işlər görülür və bütün rayonlarda, regionlarda artıq bundan inkişaf var. Və mən verdiyim təkliflərdən də biri o idi ki, futbolun inkişafı ilə bağlı, o cür struktura uyğun, futbolun inkişafı ilə bağlı bir struktur da yaradılsın. Futbolun inkişafı dəstək fondu. Və orada da iş adamlarını həmin futbolun inkişafı ilə bağlı stimullaşdırıcı və onlara da müəyyən üstünlüklər gətirən və dövlətin yükünü azaldan layihələri, onları da təqdim eləmək lazımdır ki, biznes layihələri kimi o layihələrdən də onlar yararlanıb həm öz bizneslərini, həm də futbollarını inkişaf elətdirsin. Çox təəssüf ki, həmin layihə, bizim bu təklif elədiyimiz bir çox layihələr orada qəbul olunsa da, həmin bu layihə orada öz əksini tapmadı. Başqa nələr təklif eləmişdiniz? Təklif elədiklərimizdən demək olar ki, hamısı həyata keçib, o cümlədən Daxili İşlər Nazirliyinin və Mərkəzi Ordu İdman Klubunun komandalarında, Dinamo və Mərkəzi Ordu İdman komandalarında ölkəmizin perspektivli gənc futbolçularının həqiqi hərbi xidmətlə bağlı problemlərin həll olunması, yeni strategiyada o həllini tapıb, amma sadəcə olaraq
o sənəd qəbul olunsa da, artıq onun işlək mexanizmi hələ hazırlanmıyor. Və mən düşünürəm ki, Azərbaycan Futbol Federasiyası əsasında çox yüksək qiymətləndirirəm həmin strateji proqramın qəbul olunmasını. Amma həmin o proqramın dövlət orqanları səviyyəsində də təsdiqlənməsi mütləqdir. Ona görə ki, hər hansı bir işi görmək üçün sözsüz ki, yerli icra strukturlarına biz əlaqədə olanda onlar həmin məsələlər həllində bizə köməklik göstərmirlər. Müdafiə Naziri ilə danışılmayıb AFFA tərəfindən. Bax, məsələ belədir. Bu günləri deyək ki, bütün 19 olimpiya və milli komandamızda oynayan futbolçuların həqiqi hərbi xidmətlə bağlı problemləri var. İndi bu problemi necə həll eləmək lazım? Ona görə həll eləmək üçün bunlar ilk növbədə həqiqi hərbi xidmətə çağırılıb, deyək ki, Daxili İşlər Nazirliyinin daxili qoşunlarda, Mərkəzi İdman Klubunda, Mərkəzi İdman Klubunun hərbi hissələrində və onlar təzədən gəlməlidir, ezam olunmalı təzədən klublara. Məsələ ondadır ki, bu günləri istər Dinamonun, istər də Mərkəzi İdman Klubunun maddi cəhətdən ona imkanı yoxdur ki, həmin futbolçuları gətirdikdən sonra qalmasının, qidalanmasını, təhlükəsini həll eləsin. Bu çox böyük bir məsələdir. Bu məsələnin həll olunması üçün gərək maddi texniki baza yaradılmalıdır. Ona görə də bu məsələdə birdən-birə Dinamo komandası əskərlikdə olan futbolçuları öz klublarına gətirmək üçün onun özünün imkanları olmalıdır ki, o gələndən sonra onun əskəri xidmətdə olan futbolçunun qalmasını, qidalanmasını, təhlükəsini təmin edir. Belə bir təminatı biz verə bilmirik. Mənim üzrəm. Bu hərbi xidmətə gəlirdi, əskərdir. Bəli. Status olaraq digər hərbi geyim geyinəndən fərqlənmir. Sadəcə futbolçu olaraq statusu fərqlidir ki, məşq edir, oyuna çıxır. O, əgər Müdafiə Nazirinin kifayət qədər hərbi hissələr var, yüksək şəraiti var, hər cür. Yox, bu belə deyil. Bu əskər kimi gəlirsə, onu... Anar müəllim, elə deyil. Xeyr, o elə deyil. Dinamoda vaxt işləyəndə çünki vəziyyət şəraitlə aşağı. Əlbəttə ki, şərait aşağı olsa da, ən azından deyək ki, Dinamo heyətinə və yaxud da mərkəzi gələn futbolçu ilk növbədə bu, burada qalmalıdır. Gündə 3 dəfə qidalanmalıdır və bunun təhlükəsizliyi təmin olunmalıdır. Bunun üçün Dinamo komandası biz o vaxt 97-2001-ci ilə qədər bizim hesabımızda kifayət qədər vəsait olduğundan biz məktub yazırdıq, məktub müraciət edirdik Daxili İşlər Nazirliyinə və xahiş edirdik ki, Dinamo futbol klubunun bu futbolçuların qalmasına, qidalanmasına, təhlükəsizliyinə təminat verir və onun bütün göstərirdi hansı qaydadır. Onlar da baxandan sonra artıq həmin futbolçunun Dinamo komandasına ezam olunmasına və Dinamo komandası, milli komandanın oyuncuları isə təzədən icarə əsasında qayıdırdı öz klublarına. Amma heyətdə Olimpiya yığmasında 19 yaşda oynayan qalırdı burada. Bunun üçün Dinamonun maddi vəziyyəti və maddi şəraiti qalması üçün hər bir şəraiti var idi. İndi bu dəqiqə Dinamonun şəraiti yoxdur. Ona görə ki, biz bu günləri grant layihəsi kimi klublara ayrılan 5000 manatdan başqa bizim ya bir sponsorumuz var, ya bizə bir dəstəkçi var. Yəni bu məsələlərə həll olunması üçün mali vəsaiti, bütün məsələlər gəlir mali vəsaitində. Ona görə də mali vəsaiti, maliyyə olmadan bu işləri görməsə, ona görə də bu günləri ölkəmizdə nə qədər gənclərin həqiqi hərbi xidmətlə bağlı problemləri var. Olimpiya yığmasının nə qədər problemləri var. Bu məsələləri həll eləmək lazım. Bunu qanuni bir şəkildə, indi AFFA çox yaxşı ki, futbolun inkişafı ilə bağlı qəbul olunmuş strateji yol xəritəsində bunlar nəzərə alınıb. Amma başlamaq lazımdır. Yəni müəllim, onu AFFA eləməlidirmi? Yəni Dinamonun maddi texniki bazasını AFFA mı eləməlidir? Mənə də maraqlıdır. Çünki 90-cı illərdə belə problem olmurdu. Onda Dinamo komandasının özünün sponsoru var idi və maliyyə cəhətdən Dinamonun imkanı var idi ki, gətirdiyi futbolçuların qalmasını, qidalanmasını təmin eləsin. O vaxt Dinamo futbolçuları harada qalırdı? Mənim arada. Dinamo o vaxt Səttarxan zavodunun yataqxanası var idi və biz həmin o yataqxananı futbolçular üçün baza eləmişdik. Ondan əlavə yadınızdasa prospektdə, o vaxt Moskva prospekti adlanırdı. Moskva prospektində Dinamo komandasının stadionu və bazası vardı, Səttarxan zavodunun. Orada biz 40 nəfər futbolçunun qalması üçün
bina inşa Aynen, eləmişdik. aynen. Həmin futbolçular orada qalırdılar, qidalanırdılar, məşqlərini davam etdirirlər və təhlükəsizlik də orada tam təmin olunur. İndi elə bir binaya vazı ehtiyac var. Əlbəttə biz onu danışmışıq. Bütün məsələlər həll olunubdur. Yəni ki, bina da var, futbolçuların qalması üçün yer də var, qidalanma, məşq edən hər şərait var. Amma bu günləri Dinamonun maddi cəhətdən imkanları olmadığında həmin layihəni biz həyata keçirə Aynen, bilmirik. aynen. Yəni bütün bu məsələlər maliyyə ilə əlaqədar olan yubanmalardır. Yəni AFFA ilə danışmısınız bu barədə, onlar nə deyiblər? AFFA ilə biz danışmışıq. AFFA rəhbərliyi ilə də, Daxili İşlər Nazirliyində müəyyən görüşlər olub. Onlar da öz tərəfində bu məsələnin həll olunması ilə bağlı işlər görəcəklərini deyiblər, amma bu günə kimi həmin məsələ həllini tapmır. Nəyi gözləyirlər sizcə? Sözsüz ki, maliyyə cəhətdən bu məsələlərin həll olunması üçün maddi ehtiyaclar var ki, bu məsələlər həll olunmalıdır. Ona görə hələ ki, federasiya buna əlaqədar maddi vəsait tapa bilmədiyindən həqiqi hərbi xidmətlə bağlı məsələlər həll olunmamış qalır. Daxili İşlər Nazirliyinin balansında elə bir bina yoxdurmu ki, Anar müəllim, oranı söhbət verərsiniz? Çünki klub daxili oranı işlər... təmsil edir. Baxın, yox. Söhbət, siz əsl həqiqətin iş ondadır ki, Dinamo Futbol Klubunun siz niyə görə bunu gətirib Daxili İşlər Nazirliyinə bağlayırsınız? İş ondadır ki, bu klub, baxın, bu futbolçu... Müdafiə Nazirinə, vaxtın Ədliyyə Nazirinə tabidir. Dinamo Daxili İşlər Nazirinin təmsilçisi kimi gedir. Ona görə biz 90-cı ildə bu cür görmüşük yəni. İndi məncə elə bir... Xeyr, 90-cı illərdə də elə mənim dediyim kimi olub. 90-cı illərdə də bütün bu məsələləri klub özü həll edib. Və bu günləri o futbolçunu gətirib, belə götür. Qarabağda oynayan milli komandanın oyunçuları var. Düzdür? Ayda 400-500 min pul alırlar. Düzdürmü? Amma bunlar heç bir həqiqi hərbi və yaxud da bu Neftçiyə də aiddir, deyək ki, bu Sabahko digər komandalara aiddir, düzdürmü? Bunların heç birisi həqiqi hərbi xidmət və digər Olimpiya yığmasında oynayan futbolçulardır, düzdürmü? İş ondadır ki, bunlar həm təsəvvürlə həm əsgərlikdə olmalıdır, həm də ayda 50 min, 40 min əmək qalmalıdır. Bu düzdür. Ona görə də bu məsələlərin həll olunması üçün klub olaraq Dinamo klubu öhdəsinə götürərsə, bu məsələlər klub olaraq həll olunmalıdır. Və klub da bu günləri həmin futbolçunu icarə əsasında təzədən verməlidir öz klubuna. Ona görə ki, bunlar milli komandanın oyunçularıdır, Premyer Liqada əsas heyətdə oynayan oyunçulardır və bunların o məsələ həll olunur. Amma o ki qaldı heyətdə oynaya bilməyən, Olimpiya 19 yaşlı futbolçular qalır Dinamonun heyətində. Yerdə qalan futbolçular isə icarə əsasında qayıtırlar öz klublarına. Bunu klub olaraq həll etmək lazımdır. Bunu nazirlik olaraq bu məsələ həll oluna bilməz ki. Həmin imkanlı klublar hansı ki futbolçulara gəlir, siz də müqavilə edirsiniz. Yox, bu qanuni bütün hallarda bu Anar müəllim. Başa müəllim. Tamam, qanuni çərçivədə bunu həll edirsiniz. Siz deyirsiniz sonra qayıdır öz klubuna oynayır, icarə qarşısında. Heç olmasa ən az o icarə haqqı sizə ödənilən o imkanlı klublar Dinamo oyunun səbəbinə müəyyən bir özünə büdcə formalaşdırır da. İlk növbədə bu anda məsələlərin həlli istiqamətli ilk növbədə Dinamonun özünün büdcəsində vəsait olmalıdır ki, həmin futbolçuların gəlib, saxlanıb, qidalanıb, məşq etməsi, oynaması, əmək qalması üçün özünün şəraiti olmalıdır. O məsələlər həllini tapandan sonra artıq Dinamo özü qərar verəcək o futbolçunu hansı kluba versin, icarə əsasına yoxsa yox. Ona görə bu məsələlər Dinamonun maddi texnik bazasını yaxşılaşdırmadan bu məsələlərin həll olunması, hər hansı bir struktura buna həvalə olunması düzgün deyil. Dinamonun özünün Daxili İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin deyək də, onların özünün hansı təşəbbüsü varmı ki, bu problemləri öz həll eləsin? Bu məsələlərin həll olunması üçün müəyyən ilkin şifahi razılıqlar var. Amma dediyim kimi bu günləri əgər Dinamo komandasının özünün maddi texniki bazası yoxdursa, bunu yaratmaq lazımdır ki, bu məsələlər həll olunsun. Axı bu əsgərliklə baxalı bu ciddi məsələdir. Bunu bu günləri kimsə üzərinə götürərkən bunun öhdəliklərini yerinə yetirəcəyi tədbirdə bu məsələlər həll oluna bilər. Bu məsələlər əgər həll olunmazsa heç bir struktur həmin əsgərin gəlib hardasa həqiqi hərbi xidmətlə bağlı müəyyən öhdəliklər yerinə yetirməyə icazə verməz. Yaxın müddətdə bu belə başlayacaq, həlli qısa müddətə həll olunacaq bir məsələ yoxsa. Niyə ki, əgər bu günləri verdiyimiz təkliflərin hər hansı biri həll olunarsa, bu çox qısa müddətdə elə may ayından başlayaraq məsələ öz həllini tapa bilər. Hər şey maddiyyatla bağlıdır. Siz onu AFFA-ya belə başlarsınız. AFFA-nın da adını çəkdiniz. Çünki belə baxıram, hüquqi baxımdan bu məsələdə AFFA çox müdaxilə edə bilməz də. Yəni bu daha çox Dinamo klubu özü. Baxın. Strategiyanı əlaqədar
AFFA-nın inkişaf strategiyası qəbul olunub. Həmin inkişaf strategiyasından bağlı maddələrdən biri də həqiqi hərbi xidmətlə bağlı klublarla federasiya, klublar, federasiya, Daxili İşlər Nazirliyi, Mərkəzi Xidmət Klubu ilə bağlı əlaqə. Yəni, axı bu artıq inkişaf strategiyası qəbul olunubdur. Artıq qəbul olunandan sonra bunu artıq icrasına başlamaq lazım. Düzdürmü? Həmin icrasına başlamaq üçün də yenə də kimlər var burada? AFFA-dır, klubdur, Dinamodur, Mərkəzi İdman Klubudur da. Burada həll olunması elə bir çətin məsələ yoxdur. Başlamaq lazımdır. Yəni, burada əsas məsələ bu günləri bu məsələni başlamaq lazımdır. Ümid eləyək ki, daha tez başlayanlar. İnkişaf strategiyası artıq stolunuzun üstündədir, masanızın üstündədir. Ümumiyyətlə, bu strategiya ilə bağlı fikrləriniz nədir? Yəni, 70 səhifəlikdə hamımız oxumuşuq. Yəni, əksəriyyətimiz oxumuşuq burada. Həqiqətən də, yəni, demək olar ki, hər şey nəzərə alınıb. Yaxşı strategiya yazılıbmı? Yazılanların reallaşmasına nə dərəcədə inanırsınız? Strategiya mükəmməldir və orada demək olar ki, futbolun inkişafı ilə bağlı. Orada bir futbolun piramidası qurulubdur. Baxın, əsas orada strategiyanın əsas nəticə olaraq nədir? Sıfır nöqtəsindən bir futbolçunun sıfır nöqtəsindən A milliyə qədər gətirilməsi. Yəni, bu günlər o strategiyanın əsas özəyi ondan ibarətdir ki, biz yeni başlamış bir futbolçunun sıfır variantından artıq pilləli şəkildə biz bunu gətirib A milli komandasına qədər gətirməliyik və strategiyada da bu tam öz əksini tapıbdır. Ona görə də burada istər ikinci divizyon komandalar, istər birinci divizyon, istər Premier League komandalar, onların hamısının təlim məşq toplanışları keçirmək üçün bazaların, stadionların, meydançaların, məşq meydançalarının hazırlanması, nəqliyyatla bütün məsələlər öz əksini tapıbdır. Amma iş ondadır ki, bu qəbul olunsa da bunun icra mexanizmi hələ açıq olaraq qalıb. Bunun ki, maliyyə ilə bağlı çətinliklər olduğundan. Bax, orada yazılıb ki, məsələn, birinci və ikinci divizyon komandalarının stadionlarla tikilib istifadəyə verilməsi və yaxud da rayon komandaları Bakıya gələrsə, həmin komandaların burada qalması üçün, məşq eləməsi üçün şəraitin yaradılması. Sözsüz ki, bunlar biz hamımız bilirik ki, məsələn, bu günləri bu məsələ həll olunması üçün çox böyük maliyyə olmalıdır. Ona görə də bu maliyyə məsələləri həllini tapmadığı üçün strategiya qəbul olunub. Amma bu biz hardan başlayacaq? Onunla bağlı məsələlər açıq qalıb. Maliyyə mənbələrinin tapılması. Maliyyə məsələləri olmasa, bu məsələnin həll olunması qeyri-mümkündür. Yəni, bu strategiyanı mən də oxudum və orada belə təxmini rəqəm olaraq fikirləşəndə ki, bu işin həlli üçün nə qədər pul lazımdır? Yəni, milyardlardan söhbət gedir. Mən deməzdim milyardlardan, ancaq müəyyən bir vəsait lazımdır. Amma belə götürək də, bu günləri biz milli komandamızın hamımız uğurlu çıxışını istəyirik. Düzdür? Hamımız bu günləri milli komandamızın Avropa Dünya Çempionatına çıxışını istəyirik. Amma bu günləri biz milli komandamız məğlub olanda hamısı deyir ki, milli komanda məğlub oldu. Axı bu milli komanda udmalıdır ki, axı bu milli komandanın özünün bazası yox, futbolçuların hazırlanması üçün klublarda bir şərait. Biz bu günləri bu cür əgər oynayırıqsa, mən tam səmimi deyirəm, bunu şükür etmək lazımdır. Qol vura bilmirik. Tam iş ondadır ki, bu günləri, baxın, biz hələ strategiyada, yeni yaradılan strategiya yazmışıq ki, Avropa klublarının heyətinə düşə biləcək futbolçuları yığmaq və orada mərkəz yaratmaq, Avropa klublarının heyətinə düşə biləcək biz futbolçuları oradan hazırlayıb göndərmək. Hələ biz bunu eləməmişik, düzdür? Hələ biz bunları eləməliyik ki, milli komandanın ehtiyat bazası yaranmalıdır ki, ən azından bizim heç olmasa, bax, bizim bir nümunə var da, məsələn, Gürcüstan nümunəsi var, ən belə, Türkiyə nümunəsi var, İran nümunəsi var, düzdürmü? Baxın, orada nə qədər futbolçular xaricdə oynayırlar. İndi bizdə limit ləğv olundu. Limit ləğv olunanda, mən məsələn bu günləri Premier Liga komandalarına baxıram, deyək ki, axırıncı yerdə gedən Kəpəz Səbail komandası, onun heyətində elə 7-dən legioner var bugün. 4 dənə cəmi Azərbaycanlı var. Gələn il həmin legioner limiti ləğv olunacaq. Və mən tam səmimi deyirəm ki, artıq gələnlər 7 yox, 11 nəfər legioner futbolçu ilə meydançaya çıxacaqlar. Həmin o Azərbaycanlı futbolçular axın eləyəcəklər 1-ci divizyona və yaxud 2-ci divizyona. Ona görə ki, bizim bu günləri xaricdə oynaya biləcək səviyyəli futbolçularımız yoxdur. Bunu hazırlamalıyıq ki, ondan sonra biz
milli komandanın uğurları üçün hər hansı bir belə bu günləri biz ehtiyat qüvvəmiz yoxdur və bu günləri baxın. İkinci oyunda Azərbaycan milli komandası Belarusiyanın oyunda baş məşqçi haqlı olaraq gənclərə üstünlük verdi. Gənclər onlardan da pis vəziyyətdə idi. Yəni bizim bu günlər ehtiyat qüvvəmiz, gələn ehtiyat qüvvəmiz əlimizdə olan futbolçulardan daha zəifdir. Yəni bu günlər biz onlar ümid eləyiriksə, onlar gəlib nəsə eləyəcəklər, amma qarşıdan bizi Fransa ilə, Ukrayna ilə, İslandiya ilə dünya çempionatına oyunlar gözləyir. Hər hansı bir futbol mütəxəssisə yaxınlaşıb siz sual verin, görün biz o oyunlardan o komandalı uda bilərik. Bir nəfər siz mənə deyə bilərsiniz, biz o komandalardan hansısa bir udacaq. Hansısa birini uda bilərik, amma Fransanı uda bilmərik. Yox. Biz ya Ukraynanı, tam səmin deyirəm, ya Ukraynanı, ya da Fransanı udmaq gücündə deyilik. Bəli, təsadüfi bir İslandiyanı heç şey eləyə bilərik. Təsadüfi. O zaman müəllim, Santuşu bura gətirməyə ehtiyac var. Onunla bağlı onu dəvət edənlərdənsiniz. Mən ona cavab Dəqiqə söhbət açılıbsa siz özünüz vaxtınızda bir futbol mütəxəssisiniz. Mən ona görə ki, o sualları sözsüz ki, Santuşu dəvət edənlər, onlar yəqin ki, nəyəsə inanıblar ki, onu dəvət ediblər. Siz Yaşar Seyidov bir vaxtda İcra Komitəsində əsas simalardan olmuşsunuz. Yenə orada yer alsaydınız, əl qaldırardınız, əzəm Santuş yoxdur bir digərin, əcnəbi məşqçinin təyinatına, yoxsa yerli məşqçinin xeyrinə əl qaldırırdınız? Bugün, baxın, bu günləri xarici məşqçilər niyə dəvət olunur? Xarici məşqçilər ona görə dəvət olunur ki, deyək ki, o ölkənin futbolçuları Avropanın bir çox komandalarında oynayırlar. Və ona görə də onlar gedib həmin oyunları izləyirlər, baxırlar, eləyirlər. Təəssüflər olsun ki, bu günlər Azərbaycan millisində oynayan bütün futbolçular Azərbaycan çempionatında oynayan futbolçular. Legionerlərimiz də elə bir o səviyyədə deyirlər. Dəvət elədiyimiz legionerlər də milliləşdirdiyimiz legionerlərdir. Yəni ki, bunlar da bu günlər Dağıstandan, digər Emin Mahmudovdan, deyək ki, hamısı milliləşdirilmiş. Yəni bu günlər hamısı da yeni Azərbaycan çempionatına 1-2 fərq olaraq. Ona görə də bu günlər Azərbaycan çempionatı daha dərindən bilən və çempionatın futbolçularına iştirak edən futbolçuları daha yaxından tanıyan bir Azərbaycanlı məşqçinin olması daha gözəl olardı. Amma çox təəssüflər ki, bu günləri bu baş vermirsə, bu bizə aid məsələ deyil və bunu dəvət edənlər var və o dəvət edənlər bu suallara cavab versə daha yaxşı olur. Sizin mövqeyiniz maraqlıdır, hazır onu soruşdum. Qeyd edirik ki, ehtiyat qüvvə yoxdur. Hazırki futbolçularımız o səviyyədə deyil. Bunun günahkarı kimdir? Bunun günahkarı vaxtilə bu işlərə müəyyən ideoloji işləri aparan rəhbərlik eləmiş adamlar. Yəni keçmiş AFFA rəhbərliyi qeyd edə bilərik. Çünki mən həmişə bu fikirdə olmuşam ki, yeni rəhbərlik təbii ki, onlar istəyirlər. Mən gördüyüm odur ki, mən həmişə insanların niyyətinə baxıram. Yəni, əgər insanların niyyəti futbolu inkişaf elətdirməkdirsə, mən bu heyətdə hazırki AFFA rəhbərliyini, yeni AFFA rəhbərliyində futbolu inkişaf elətdirməyə niyyət görürəm. İndi onlar onu bacaracaqlar, bacarmayacaqlar. İndi onların futbol, belə deyək də, savadı, biliyi, bacarığı hansı səviyyədə, o ayrı məsələ. Niyyətləri yaxşıdır. Amma digər tərəfdən də niyyətlə də əməl üstə düşməlidir. Daha bir digər tərəfdən isə əldə olan elə bir materialdır ki, bu materialdan heç məsələn, bir parçada bundan bir paltar tikmək olmur. Çünki ölkədəki futbol infrastrukturu demək olar ki, dağılıb. Yəni, ölkədə futbol infrastrukturu yox dərəcəsində deyil, amma ona yaxındır. Futbolçular, futbol klublarında demək olar ki, akademiyamız yoxdur. Yəni, bir Qəbələnin akademiyasına çıxmaq şərti ilə, bir də 1-2 klubun akademiya adı altında formalaşan bir qeyd eləyə biləcəyim, akademiya deyə biləcəyimiz 2-3 dənə binanı çıxmaq şərti ilə, klubu çıxmaq şərti ilə demək olar ki, akademiya yoxdur. Meydança yoxdur, akademiya yoxdur, klublar əksəriyyətində qeyri-peşəkardılarsa, biz bu futbolu nəyin üzərində qurmalıyıq? Bax, mən sizə elə bununla əlaqədar istəyirəm öz fikirlərimi deyim. Bəli. Bir neçə il bundan qabaq biz Bakı Futbol Klubu artıq sanksiyalar məruz qalandan sonra biz fikirləşdik ki, yeni bir klub yaranmağına ehtiyac var və onun üçün biz Azərbaycanın məşhur futbolçusu İskəndər Cavadov adına bir akademiya yaratdıq. Biz 2017-ci ildə yola başladıq və orada Bakı və ətraf kəndlərdən heç kimin tanımadığı futbolçuları o komandalara başladıq dəvət eləməyə.
bu günləri artıq ikinci divizionda oynayan Dinamanın heyətində 14 nəfər həmin İskəndər Cavadov Bakı Futbol Akademiyasında heç kimin tanımadığı futbolçular artıq oynayırlar. Və tam əminliklə deyirəm ki, bu günləri Dinamo Futbol Klubunun 10 yaş üzrə komandaları U10-dan 19-a qədər bütün yaş komandaları ölkə çempionatında çıxış edirlər. 10 dənə komandamız. Bir dənə komandamız ikinci divizionda, bir dənə komandamızsa Həvəskarlar Liqasında. 12 komanda. Bax, mən sizə gətirmişəm 300 uşaq, bax burada hamısının AFFA tərəfindən aldığımız lisenziya ilə 10 dənə komanda ölkə çempionatında çıxış edir. 14 dənə də bizim hal-hazırda Dinamonun heyətində və 5-ci yerdə gedən komandamızın heyətində 18, 17, 18, 19 yaşlı futbolçular çıxış edirlər. Baxın, biz 6-7 il ərzində heç bir maliyyə dəstəyi olmadan özümüzün akademiyasını yaradıb, bu günləri öz heyətimizdə də oynayırıq. Və bu günləri Dinamonun çempionatda 5-ci yerdə tutub oynaması və 1-ci liqaya qalxmasının əsas səbəbi vaxtilə düzgün qurduğumuz strategiyanın nəticəsidir. Bu günləri futbolçular orada demək olar ki, ancaq oyuna gəlib getmək üçün əmək alırlar. Yəni, həmin mövqədə oynayan Şaxtar Qusarda, Şəfada, Şəmkirdə, Hypersdə oynayan futbolçu, həmin mövqədə oynayan futbolçu ayda alır 1000 manat. Amma bizdə həmin futbolçu alır 150 manat. Amma ondan daha yaxşı oynayır. Niyə? Ona görə ki, o akademiyanın özünün yetirdiyi futbolçudur. Dünən futbolçular gəlib mənə deyir ki, Yaşar müəllim, biz bu günləri heyətdə daha çox oynamaq üçün sizdən xahiş edirik. Bizə pul, vəsait lazım deyil. Biz istəyirik oynayaq və göstərək ki, biz futbol oynaya bilirik. Bu günlər artıq biz əqidəli futbolçuları biz artıq, bilirsinizmi, futbolçunun əsas bizim düzgün qurduğumuz strategiya bu günlər öz bəhrəsini verməkdədir. Və mən niyə görə bunu sizə deyirəm? Ona görə baxın, bizim də 10 dənə komandamız ölkə çempionatında oynayır. Premier Liqada olan digər komandalarında, deyək ki, Qarabağın da, Neftçinin də, Turanın da, Səbailin də, hamısının da. Baxmayaraq ki, onlara ayda 50.000 manat federasiya tərəfindən futbol inkişafı vəsait pul verilir, bizə bir qəpik də pul verilmir. Amma biz, bu demək deyil ki, öz işimizi qoymalıyıq. Biz yenə də Premier Liqa klubları kimi öz işimizi davam etdiririk, çempionatda o uşaqları gətiririk və Azərbaycan futboluna onları biz təqdim edəcəyik. Və həmin futbolçulardan mən sizə təqdim edəcəm. Görün, 7 nəfər artıq milli komandaya dəvət olunubdur bu günləri. Baxın, biz qurduğumuz strateji xətt artıq özünü doğrultmalıdır. Bəli, siz ona görə deyirsiniz ki, Yaşar Seyidov təcrübəli futbol funksioneri, təcrübəli. Bax, təcrübə budur. Bu günləri mən pulla yox, futbolçulara futbolu oynamaq üçün bura gəlib və siz yaxşı futbolçu olarsınızsa, yaxşı pullar qazanarsa ideyasını mən bunlara beyinlərinə oturtmuşam. Və bu günləri də 300 dənə bu günləri, bax, mən sizə təqdim edirəm və mən bununla əlaqədar da ayın 11-də AFFA hesaba seç konferansına mən hörmətli İlxan müəllim Səmədova müraciət eləmişəm ki, bax, sizə də göstərirəm. Ki, hörmətli İlxan müəllim, bax, Peşəkar Futbol Liqasının nəzdində 10 dənə klub ölkə çempionatında oynayır. Baxmayaraq ki, bunların heç bir maddi cəhətdir. Siz AFFA-nın konferansında bu məsələləri qalxızın ki, yəni bu günlər 2-ci divizionda oynayan komandalara illik 50 minlə heç nə demək olmaz. Bunların ya nəqliyyatına, icarə xərclərinə və yaxud da ki, səfər xərclərinə, ezamay xərclərinə bu heç bir şey. Ona görə də bu məsələlərə yenidən baxılmalıdır. Yəni, sözümüz canı ki, futbol adamları nə qədər öz fikirlərini desələr, futbolun inkişafı ilə bağlı təkliflərini versələr, bu təkliflər də qəbul olunmalıdır. Bu hələ kağız üzərində qalmamalıdır. İndi biz deyirik ki, milli komanda oyuncu tapmırıq. Axı biz o milli komanda oyuncuları üçün, yadınızdadırmı, Böyük Bakı layihəsi ilə biz onları İspaniyaya göndərmişdik. Fransa göndərmişdik. O futbolçuları İspaniyanın əfsanə futbolçuları gəlib seçmişdilər. Fransanın əfsanələri seçmişlər. Amma bizim maddi cəhətdən vəsaitimiz tükənəndən sonra biz həmin futbolçular qayıtdılar. Bax, mən sizə gətirmişəm yenə də. Bizim həmin illərdə 7 komandamız ölkə çempionu olurdu, həmin futbolçular. Baxın, bax, Bakı klubunun 7 komandamız hər yaş üzrə ölkə çempionatında qalib olur. Bu futbolçular artıq heç bir futbolda yoxdur.
Bax, faciə buradan başlayır ki, bu futbolçular Fransanın, İspaniyanın əfsanə futbolçuları tərəfindən seçilib, aparılıb, orada böyük uzun müddətli təlim məşq toplantısı keçmiş. Onlardan 2-3 nəfər futbolda qalıb. Kimdir o? Mahir Əmrəli, Namiq, Rəhman və digər o Sumqayıtın kapitanı, Şamaxının kapitanı, o bizim akademiya yetirmələrdə Vüqar. Yox, Vüqar Mustafayev. O cümlədən Şamaxının kapitanı Səbail və bunlar çox az artıq get-gedə. Amma siz baxın, biz İspaniyaya 40 dənə futbolçu aparmışdıq ki, seçilmiş. Bu günlər o futbolçuların 3-4-ündən başqa heç kim artıq futbolda yoxdur. Bu cür perspektivli futbolçuları biz artıq itirdik. Bax, o nəsil, yenə deyirəm, maddiyyətlə bağlı. Bizim Bakı klubunun maddi vəziyyətləri olmadı ki, o futbolçuların orada qalıb İspaniyanın, Fransanın çempionatlarında oynasınlar. Yəni bizim müqaviləmiz o cür nəzərdə tutulmuşdu ki, hər yaş qrupunda bizim 3-4 futbolçumuz İspaniyanın və Fransanın liqalarında oynayacaqlar. O futbolçular getdilər, orada bir müddət qaldılar. Artıq oyunlara çıxan vaxt, yadındadır, Atletika Madrid futbolçular hətta meydançaya çıxanda bizim Bakının futbolçuları ilə meydançaya çıxırdılar hər dəfə. Maddi cəhətdən iflasa uğrayandan sonra Bakı komandası həmin bütün perspektivli futbolçular artıq qayıtdı dala. Və nəinki qayıtdılar, o da futboldan getdilər. Bu böyük bir nəsli biz itirdik. İndi biz milli komanda üçün siz deyirsiniz ki, ehtiyat qüvvə. Həmin ehtiyat qüvvəni biz məhv elədik. Ona görə bugün milli komandada oynayan bizim oyunçumuz yoxdur. Mən maraqlı iki sualda oldum. O birincisi, hər futbolçu nə qədər illik xərclər ödəyirdi bir səfərə görə və bir də sonradan həmin futbolçuları itirdik. Siz məsələn onların, heç olmasa 15-16 yaşında olanları hansısa bir klublara yönləndirə bilməzdiniz? O klublar inansız götürmədilər. Mən müraciət elədim. Bax, məktubları da gətirmişəm sizə. Bax, kimlərə yazmışam. Məktubları da gətirmişəm. Mən gətirmişəm ki, hətta xahiş edirəm, bir də verilişdən sonra sizə göstərəcəm. Xahiş elədim ki, bu futbolçuların 3-4 futbolçunu məsələn götürdülər. 3-4 futbolçunu, bir neçə futbolçunu Qarabağ, bir neçə futbolçunu Neftçi götürdü. Yerdə qalan futbolçular da ümumiyyətlə futboldan getdilər. Bu gün onlar futbolda yoxdurlar. O cür perspektivli gəncləri Azərbaycan futbolu itirdi. Biz itirmədik. Azərbaycan futbolu itirdi. Bu günləri milli komandamızın bu cür uğursuz çıxış eləməyinin təməli bax onda qoyuldu. Və o cümlədən də biz o vaxt 1999-cu il təvəllüdli futbolçuların 17 yaşadakı Avropa çempionatı keçirilirdi. Ona görə də biz Bakı gözəl bir layihə elədi. Həmin 99-cu il təvəllüdli futbolçuları apardıq İspaniyaya. Orada xüsusi təlimlərlə o futbolçuları biz hazırlayırdıq. Burada 17 yaşadakı gənclər arasında Avropa çempionatında oynamağa. Çox təəssüf ki, bəzi adamların israrlı Bakı klubuna olan nifrəti nəticəsində həmin futbolçuların heç biri milli komandaya dəvət olunmadı. Həmin futbolçuların yerinə 7 nəfər legioner gətirib oynatdılar. Və onlar da birinci oyunda ilə 5-0 məğlub oldular. Bunun hamısı ki, siz bilirsiniz. Yəni, bütün bunları baş verənlər sizin gözünüzün, indi bu gənc, siz jurnalistlərin gözü qarşısında baş verir və mənim dediklərim uzaq keçmiş deyil. Ona görə də bu günləri mən Yeni Afar rəhbərliyinə işlərin başlanmasını arzulayıram. Bu günləri bütün negativləri, bütün o çatışmamazlıqları qoymaq lazımdır arxaya. Ona görə də verdiyimiz bu yeni proqramlarla mən çox xahiş edirəm, AFFA-nın yeni rəhbərliyi başlasın. Bu günləri biz əgər başlasaq, hər hansı bir çatışmamazlıq var. Amma həlli yolu da var. Biz onun həlli yollarını göstəririk, təkliflərimizi veririk. Mən istəyirəm ki, bizim verdiyimiz təkliflər qəbul olunsun. Baxın, mən ucu-bucağı olmayan təkliflərlə müraciət eləmişəm. Ancaq bu təkliflərin heç biri bu günləri həllini tapmır. İndi qarşıdan AFFA-nın növbəti konfransı gəlir. Mən Yeni AFFA rəhbərliyini arzulayıram ki, siz bir çox gözəl qeyd elədiniz. Yeni AFFA rəhbərliyinin niyyəti gözəldir. Onlar futbolun inkişaf elətdirir, mən də buna inanıram. Amma o gün mən Daxili İşlər Nazirliyində yol hərəkəti qaydasında niyə görə hadisələrin baş verdiyini deyir, sürücülər ona görə hadisələri hadisə olur ki, o yolda gedən ki, yuxlayır, artıq o hadisəni görsə də, ancaq onun reaksiyası olmur ki, onun qarşısını alsın. Ona görə də hadisə ona görə baş verir ki, o hadisəni görə-görə beyinə siqnal gec getdiyindən
Biz indi həmin vəziyyətdəyik. Yəni o siqnal biz başlamalıyıq. Mən bunu ona görə sizə deyirəm ki, bu günləri bu məğlubiyyətlər ayıltmalıdır bizi. Ayıltmalıdır. Bundan sonra bizi daha ağır məğlubiyyətlər gözləyir. Bu məğlubiyyətlər, biabırçılıqlar baş verməsin deyə başlamaq lazımdır. Yəni bu günləri strategiyanı qəbul olmağına iş bitmir ki, bu strategiyaya uyğun olaraq hərəkət eləmək lazımdır. Bu günləri məsələn tam səmimi deyirəm, Şamaxı komandasına Ayxan Abbasov qoyulubdur, Azərbaycanlı məsciddə. Əlində olan materialla yaxşı, pis, qısa müddətdə nəsə bir nəticə ortaya qoymağı bacardı və mən inanıram ki, bundan sonra da qoyacaq. Niyə? Ona görə insanın qəlbi, ürəyi Azərbaycanladır. O düşünür və bilir ki, onun oyununa və həmin futbolçuları da başa salır ki, çoxsu da yerli futbolçu idi, bilir ki, başa salır ki, sizin bu oyununuza nəinki Azərbaycan xalqı, sizin anavuz, bacınız, qardaşınız hamısı baxır. Siz çalışın ki, onlar dost, yoldaş arasına çıxanda utanmasınlar və onu aşılaya bilir. Mən sizə bir dedim, Napolyon bir fikri var. Deyir, bir Napolyon 50.000 qoşun. Bu 100.000'dir. O xarakteri, o futbolçuda onu əgər oyunu hazırlayıb, Ayxan Abbasov hazırladı və bu günlərin nəticəsində gördü. Ona görə də bizim bu günləri milli komandamızın özündə də, bizim də hər şeydən danışırıq da burada. Milli komandamızın özündə lider yoxdur. Yəni o lider ki, yığışmalıdır, 2-3 nəfər yığışmalıdır deməli ki, bilirsiniz nə var? Bugün bizə xalq baxır, millət baxır. Olmaz belə. Sən burada elə, bunu elə, bu. Hər kəs özü üçün akademik futbol oynayır. Hər kəs, heç kəs də burada meydançada lider olmadan hər bir xalqın lider olmalıdır. Bax, bizim üstünlüyümüz nədədir? Ölkəmizin lideri var. Bu günlər biz niyə görə balaca devlətik? Amma ölkə liderinin cəsarəti, qətiyyəti ilə biz bu cür böyük devlətlər içərisində özümüzə yer eləmişik. Nümunət də, bu günlər ölkə başçısı bizə nümunə göstərirsə, bundan dərs çıxarmaq lazımdır da. 10 milyonluq xalq bu günləri böyük devlətlərin içərisində inamla öz yerini tutub və bu günləri bizim ölkə rəhbərini hesablaşırlar. Niyə? Ona görə ki, o qətiyyəti ilə, iradəsi ilə, ortaya qoyduğu fikri ilə artıq onu qəbul edirlər. Ona görə də mən o şeylə razılaşmıram ki, məsələn deyirlər, onlar futbol ölkəsi olur, bu futbol ölkəsi deyil, o futbol ölkəsidir, bu Özbəkistan bəyin futbol ölkəsidir. Anadan gəlmə futbol ölkəsi olmuş. Özbəkistanda olur. Bu günləri 40 milyon funt sterlinqə Özbəkistan futbolçusu Manchester City'də oynayır. Hansı ki, Azərbaycanın futbolçuları İskəndər Cavadov, Maşallah Əhmədov, İqor Penomalyov, Asif Əliyev, Asim Xudiyev, hamı Azərbaycanlılar deyilmi? Adını çəkmədiyim ki, bizdə niyə görə bu futbolçular SSR çempionatında layiqli Azərbaycanı təmsil ediblər? Yox, futbol İngiltərədə yaranır. Amma İngiltərənin cəmi bir dənə dünya çempionluğu var. Bütün ölkələr onları keçə bilir. Deməli, fikir olanda, strateji olanda, iş olanda nəticə olur da. Ona görə də mən Yeni AFA rəhbərliyinin niyyətini sizin kimi alqışlayıram, amma kaş ki, bu niyyətlər artıq əməldə də öz işini görməlidir. Ucuz aviabilet hansı günə var? Sualını tez-tez verirsinizsə, aybilet.az-a daxil olub, təqvim bölümünə keçid alın. Uçmaq istədiyiniz şəhəri daxil edin. Bu cədvəl sayəsində ən ucuz biletin hansı ayda və ayın neçəsi olduğunu öyrənə bilərsiniz. Əgər çətinlik çəksəz, saytın sağ tərəfindəki video təlimatdan faydalana və ya WhatsApp-dan dəstək ala bilərsiniz. aybilet.az. Səyahət bizimlə başlar. Bir qədər keçmişə qayıda bu Bakının loqosunu gördüm. Yəni biz neçə illərdir siz də qeyd elədiniz ki, köhnə futbol azarkeşləri, yaşımız da az deyil əslində. Yəni bunlara görə gəlmişik. Həmişə klassik Azərbaycan çempionatında bir məsələn tribunalarda boşluq olanda və yaxud da ki, hansı bir çempionat maraqsız keçəndə yadımıza o dəqiqə ad çəkilir Bakı, Xəzər Lənkəran və s. və onları yada salırıq. Yəni Bakıya nə oldu? Bakı geriyə qayıdacaqmı? Yox, Bakı artıq tarixdir. Bakının artıq geri qayıtması təəssüf. Çünki bu Bakı artıq geri. O bizim xatirəmizdə, tariximizdə Azərbaycan futboluna xidmət eləmiş, bu günləri kifayət qədər Azərbaycan futbolçuna dəyərli futbolçular vermiş bir klub kimi tarixdə qalacaq. Niyə dağıldı? Bunun həm obyektiv, həm subyektiv səbəbləri var. Yəni bunun dağılması ilə əlaqədar olaraq elə fikirlər var ki, mən onu indi deyə bilmərəm. Gəlin bu sualı başqa cür qoyaq. Bəli, təbii ki, maliyyə çatışmazlığı məsələ aydındır. Yəni sponsorun
maliyyə problemləri yaşaması özündə. Amma yəni həmişə qeyd olunan belə deyək də fikirlərdən biri də o idi ki, həmin vaxtında yəni dağılana qədər olan mərhələdədir. İndi siz qeyd elədiniz ki, futbolçuların akademiya yaradılmasıdır, futbolçuların Lansa, Atletico Madridə göndərilməsidir. Bu bəli, bunlarla bağlı yəni həqiqətən də Bakı futbol klubu öz akademiyasına bir klub olaraq Azərbaycan futbolunun inkişafına öz təkanını verib, töhfəsini verib və biz bunu dansaq, yəni düzgün olmazdı. Amma idarəetmədə də səhvlər var idi. Yəni həmişə qeyd elədim, bu təkcə Bakıya aid deyil. Məsələn, Xəzər Lənkəranla da bağlı yeni fikirləri bildirilir və digər klublarla da hansılar ki, artıq tarixin yaddaşına qovuşublar, tarixin yaddaşında qalıblar sadəcə. Bakı düzgün idarə olunmurdu fikri həmişə deyilən, səsləndirilən fikirdir. Razısınız bununla? Bakının bütün işlək mexanizmi yüksək səviyyədə idi, amma bu klubda transferlərlə bağlı olan yanlışlıqlar Bakı klubunun bu vəziyyətə düşməsinin səbəblərindən biridir. Mən sizinlə razıyam. Baxmayaraq ki, bu günlərə indi o demək deyil ki, mən məsuliyyəti götürüb, yox, mən də klubda işləmişəm və bu klubda əgər baş verirsə, bu hadisələr baş verirsə, hamımız bu gəminin içindəyik. İndi bu günləri dayanıb kənardan demək ki, yox, belə düzdür. Bununla bağlı, yanlışlıqlarla bağlı dəfələrlə klub rəhbərliyində müzakirələr olunub. Çox təəssüf ki, bu günləri say azlığı məğlub olub həmin o transfer siyasətinə olanlara. Ona görə də bu günləri deyək ki, idarə heyətində bir qrup o futbolçuların gəlməsinin tərəfdarı olub, bir qrup əleyhinə olub. Amma tərəfdarlar o kluba gəlib və Bakının bu gün də borclanmasına səbəb və dağılmasına səbəblərdən biri həmin o lazımsız futbolçuların transfer olunub gəlib və Bakının maliyyə cəhdinin çətinləşdirilməsi. Mən sizinlə razıyam. Amma iş ondadır ki, bu günləri həmin məsələlər elə o zamanda aktual idi. Amma transfer edən yoldaşlar da belə əsaslandırırdılar ki, biz məsələn qrupa düşərək müəyyən vəsaitlər əldə edib həmin verdiyimiz pulu kompensasiya edəcəyik. Amma çox təəssüflər ki, o proqnozlar özünü doğrultmadığına görə biz maddi cəhətdən yanlışlara yol verdik. Bildiyim qədərinə siz bir neçə dəfə Hafiz Məmmədovdan bu barədə söhbət eləmişsiniz ki, yəni düz getmirlərsə dəyişək. O ben niyə, yəni necə deyim, yəni niyə müdaxilə eləmədi? Qardaşına söz deyən bildi. O məsələ var, yoxsa indi mən o hadisələrlə bağlı o nə olub, biz orada klubda olub. Amma iş ondadır ki, yenə deyirəm, orada belə əsaslandırılırdı ki, biz qrupa düşərkən, həmin futbolçular ona görə dəvət olunur ki, bura, o futbolçular qrupa düşərkən qazanılan vəsaitlər, həmin futbolçular verilən vəsaitləri bağlayacaq öhdəlikləri. Amma biz hadisələrin sonraki gedişatı göstərdi ki, bu yanlışdır və biz düzdür, Avroliqanın play-off mərhələsinə qədər getdik, amma qrupa düşə bilmədik və verilmiş vəsaitlər, çox böyük vəsaitlər də klubu borclandırdı. Ona görə də klubun maddi cəhətdən vəziyyəti pisləşdi. Həmin pisləşmə ilə başlanan pisləşmə və artıq klubun iflas olmağına qədər gəldi. Onda maraqlıdır mənə, çünki tək siz deyirsiniz, Xəzər Lənkəran, Inter, digər Kuyum Qatarız, böyük məbləğ xərcdir. Mən çünki hamımız birlikdə Kənan da qeyd edildi Bakıda. Tanınmış futbolçular da gəlib bura, tanınmış məşqçilər də gəlib. Amma bir mərhələdən oyuna komanda gedə bilmirdi. Yəni, maraqlıdır, bugün məsələn Qarabağın etdiyi nəyi siz o vaxt etmirdiniz ki, bunu yəni qrupa yaxınlaşa bilmirdiniz? Nələrsə, futbolçu çağırmış gəlirdi, yaxşı məbləğ ödənilirdi, məşqçi gətirirdi. Şərait də var idi. Şərait də əla var idi. Niyə bir mərhələdən oyuna Bakı gedə bilmirdiniz? Vaxt gələcək, bunları siz biləcəksiniz. İndi sonrası bir nəsə verik, puzu biz bilək də. Onun vaxt gələcək. Bunun baş verməsi üçün çox ciddi səbəblər var və bunlar niyə baş verib, bunların hamısını klub daxilində olan bir neçə nəfər bilir. Amma indiki halda onun deyilməsi mən məqbul hesab edirəm. Mane olurdular. Çox səbəblər var burada. Burada çox səbəblər var. O səbəbləri bu günləri efir vasitəsilə və yaxud da deyilməsi mən məqbul hesab edirəm.
Təksib eləmədiniz, razılaşmadınız. Təbii ki, problem var o təksib eləyəməz Yasir Məmməd amma. Sözsüz ki, problem var idi və bu problemlərlə bağlı vaxtaşırı lazımı fikirlər də deyilib, rəsmi olaraq müraciətlər də olub ki, yəni ki, biz bu məsələlərdə yanlışlara yol veririk, amma çox təəssüflər olsun ki, dediyim kimi, səs vermə hüququ daha çox transfer etmək səlahiyyəti olan adamlar qazanırdı. Ona görə də azlıq həmişə elə Çoxluğa tabe. çoxluğa tabe olurdu və axırda da klubun iflas olmasının səbəbi də həmin yanlış siyasət. O futbolçuların həddən artıq Məvacib verilməsi. böyük məbləğdə transferlər olunması bu günləri klubun iflas olmağına səbəb oldu. Aydındır. Bakı Futbol Klubu qayıtmayacaq. Xeyr, Bu Bakı futbol klubu var. artıq tarixdir. Tarixdir. Amma məsələn digər klublar haqqında bu fikri deyən, məsələn Xəzər Lənkəranın hər hansı bir formada qayıtma ehtimalı var. Bu barədə də vaxt aşırı, yarım ildən bir ildən bir standart fikirlər səsləndirilir. Yəni də deyilir ki, Xəzər Lənkəran qayıdır, azarkeşlər yenə emosiyalara qapılırlar, qayıdır. Sonra məlum olur ki, yox elə deyilmiş. Siz Azərbaycan çempionatının həmin o məsəl üçün bizə həmişə nümunə göstərilir 2004-cü il, 2004-2005 çempionatı, ondan sonraki çempionatlar. Yəni o gərginlik, o rəqabət, o azarkeşlik falan. Onun qayıdacağına inanırsınızmı deyərdim, təbii ki inanacaqsınız. Amma bunu ən yaxın perspektivdə nə vaxtda gözləyirsiniz? Bir haşiyə çıxım sizin o dediyiniz Xəzər Lənkəran. İş ondakı Xəzər Lənkəran stadionu durur. Və oraya Fırtınalar meydanı öz futbolçularını gözləyir. Və çox belə doğrudan da Cənub zonası Azərbaycanın Braziliyasıdır. Bunu heç kim dana bilməz. Bu günləri orada tək Xəzər Lənkəran ya istənilən Lənkəranın istənilən bir klubu gedib oynasın. Bu günlər həmin Lənkəran stadionuna 10 min, 15 min tamaşaçı gələcək. Ona görə ki, o bölgə futbolu sevir. O bölgə futbolu sevdiyinə görə orada istənilən bir komandanın bu gün qapıları açsınlar və desinlər ki, bu günləri Lənkəranın bu komandası oynayıb. O stadion orada dolacaq. Bunu hamımız bilirik ki, o bölgə o futbolu sevir. Bu işin bir tərəfi. O ki, qaldı həmin səviyyədə klubların olmasına, həmin səviyyədə olması üçün çox ciddi futbolu sevən, futbola yatırım eləyə bilən insanlar gəlməsə, baxın, bu günləri Premier Liqada oynayan 10 komandaya devlət tərəfindən 3 milyon pul verir. O 3 milyon da məsələn, müəyyən adamlar tərəfindən rəhbər təyin olunub və onlar həmin klubu başlayırlar idarə etməyə. Amma o vaxt prezidentlər özləri, klub prezidentləri özləri artıq vəsaitlərini qoyurdular, oyuncuları transfer edirdilər. Ona görə də orada artıq çox ciddi rəqabətlər olurdu. Bu günlərə deyək ki, hər bir kluba 3 milyon, indi hər hansı bir kimsə sponsor kimi qıraqdan 1 milyon, 2 milyon da əlavə verir. Klub prezidenti olur, 1 milyon, 2 milyon da alır. Bu günlər həmin o vəsaitlərlə böyük işlər görmək qeyri-mümkündür. Mümkün deyil. Ona görə ki, bu günləri əgər yaxşı komanda formalaşdırmaq üçün onlar ən azı onun heyətində Qarabağın heyətində oynaya biləcək səviyyədə futbolçular olmalıdır. Heç olmasa biz baxaq, məsələn, Qarabağın səviyyəsində olan futbolçularla digər bizim klublarımızda olan nə qədər fərq var? Həmin vəsaiti Qarabağ verə bilir, deyək ki. Ona görə niyə? Qarabağ ona görə Avroliqadan böyük vəsaitlər də qazanır və həmin o dediyim kimi kompensasiya eləyir, bir tərəfində biraz sponsor verir, bir UEFA-dan alır. Amma digər klublarımızda həmin vəsaitlər yoxdur axı. Ona görə də ya güclü sponsorlar gəlməlidir futbolumuzun o cür inkişafı üçün, ya da oturub gözləməliyik ki, öz akademiyalarımızda yetişən futbolçular həmin komandalarımızı, o da yetişməsi üçün bu futbolçuların üçün uzun müddətli xarici klublarda təlim məşq toplantılarında iştirak etməsi mütləqdir. Bu günlər 3-4 futbolçunu gedib Xorvatiyada, ondan sonra deyək ki, Belçikada, hardasa bu futbolun inkişafı burada komple şəkildə iş görülməlidir. Həm kiçik yaş qruplarda komandalarımız xaricdə təlim məşq toplantıları keçməlidir. Həm də seçilmiş uşaqlar həmin o Avropa liqalarında oynamalıdırlar. Bizim bu günlər Avropa liqalarında oynaya biləcək bir dənə futbolçumuz yoxdur.
Bu günləri o bir dənə futbolçu olmadan sən Avropanın və dünya çempionatının gedib orada, mən qrupda demirəm hələ yer tutmaq, o qeyri-mümkündür. Biz bu günləri Fransanı üstələyib qrupda yer tutub keçə bilərik ora. Və yaxud ikinci yer tutub Ukraynanı biz oradan udub ikinci yer tutub gedə bilərik? Yox. Demək, nə etmək lazımdır? Biz başlamalıyıq uşaq futbolunu inkişaf elətdirməkdə. Və verdiyimiz təkliflər heç olmasa həyata keçməlidir. Bu uşaqlara yaxşı qidalanması, yaxşı məşq keçməsi, təlim məşq toplanışları, yaxşı meydança. Baxın, bu günləri bizim futbolçularımız 20 yaşında təbii meydança görür. Bu günləri siz 20 yaşında, indi biz deyirik ki, bunlardan biz uğur gözləyir. Bu futbolçunun 20 yaşı var, hələ bu təbii meydançada oynamayıb. Çünki mənim çempionatda ancaq sünidə oynayır. İndi sünidə oynayır. Hələ rayonlarda da bilirsiniz də, torpaq bostanda oynayır. İndi siz bu futbolçunu birdən-birə gəlib o cür ideal bir meydançaya çıxanda onun o adaptasiya olması üçün müəyyən vaxt lazımdır. Bizim də futbolçular, məsələn, görürsən ki, gedir hərdən bir ideal meydançaya düşür də, 30-40 dəqiqədən sonra əvəzlənməsini istəyir. Ona görə ki, o artıq o meydançada o görməyib. İndi biz də 20 yaşına gəlib bu futbolçu çatıb, ideal meydançada birdən oynamayıb. Çıxır ideal meydançada oynayana pas vermək, irəli getmək, açılmaq, bunları eləyə bilmir. Ona görə də problemlərimiz Kənan müəllim, Anar müəllim çoxdur. Birinci, meydança, infrastruktur yaranmalıdır, uşaq futbolu. Biz bunları hər dəfə deyirik. Amma dedikcə bir dənə məsələ həll olunur. Heç bir məsələ həll olunur. Heç bir məsələ həll olunmur. O günlər Şaxtar Qusarına Şəmkir oynayırdı. Şəmkir Avroliqada ölkəmizi təmsil eləyib, gözəl bu. O meydançada, bilmirəm, siz bir baxın orada. Heç ona bostan da demək olmaz. O meydança deyil ki. Baxın, indi o futbolcu da oradan biz hansı nəticə ilə biz futbolçu yetişdirməyi gözləməliyik? Heç bir klubların, baxın, normal meydançaları yoxdur. Uşaqların məşq eləmələri meydançaları yoxdur. Hamı bunu deyir, amma heç kəs eləmir axı. Hanım, sizdə meydança olsaydı bir mütəxəssis də var olar yetişdirmək. Məncə bizim problemlərdən biri də mütəxəssis açmaq. Ən azından xaricdə mütəxəssis gəlib Azərbaycanın, ona görə ki, bu günləri biz Azərbaycanların məşqçilərin imkanlı klublarımız 5-6 klub bunu eləyə bilər. Azərbaycanın məşqçiləri özünün, baxın, bizim elə Bakın klubunda, bax, mən sizə gətirmişəm. 9 nəfər, Bakıda 9 nəfər pro kateqoriyalı məşqçi var idi. Baxın, siz mənə bir dənə bugün hal-hazırda Azərbaycanda bir klub göstərin ki, orada 9 dənə pro kateqoriyalı məşqçi var. Bunlar akademiyanın məşqçiləridir. Bəli, akademiyanın məşqçiləridir. 9 nəfər pro kateqoriyalı məşqçilər, yüksək səviyyəli məşqçilər. Bu günlər bizdə uşaqlara futbolun sirlərini öyrədirdilər. Və bunlar pro kateqoriyasıyam deyə yana çəkmirdilər. Bizim məsələn məşqçilərimiz var ki, pro kateqoriya gedib uşaqla işləmək istəmir. Amma Bakı klubunda 9 nəfər pro kateqoriyalı məşqçilər uşaqlara futbolun sirlərini öyrədirdilər və çox həvəslə də həmin futbolçular futbolu mənimsəyirdilər. Çox pro kateqoriya məşqçilər var ki, heç birinci liqada məşqçilik eləmək istəmirlər ki, mən Premier Liqada məşqçi olacağam. Baxın, ona görə də bizim futbola düşüncəmiz və yanaşmamız tam fərqlidir. Bu günləri verdiyimiz təkrarçılıq olmasın. Bütün təkliflərin bir dənəsini siz deyin ki, biz hər hansı bir təklifimiz yox, bu düzgündür. Mən yenə deyirəm, ayın 11-də keçiriləcək AFFA-nın konfransından yenə də müəyyən Peşəkar Futbol Liqasının prezidenti Elxan müəllimə təkliflərlə müraciət eləmişəm ki, baş katibliyə müraciət eləsin. Həmin məsələlər konfransın gündəliyinə salınıb həll olunması üçün. İndi gözləyək, baxaq, görüm həmin məsələləri Peşəkar Futbol Liqasının rəhbərliyi verib orada nizamnamaya uyğun olaraq mən müraciət eləmişəm. Görüm həmin konfransda mənim üçün də maraqlı ki, dursun bir nəfər məsələ, həmin məsələ gündəliyə salınsın və desin ki, yox, bu düzgündür. Əsaslandırsın. Bu əsaslandırırsın ki, bəli, o məsələn Yaşar Seyidovun verdiyi təklif bu düzgün təklif deyil. Bunu qəbul eləmir. Bu günləri, baxın, ən azından AFFA konfransıdır. Biz ikinci divizionda çıxış edirik. Birinci divizionda oynayanlar özləri. Məsələn, təklif edirəm ki, heç olmasa biz orada birinci altılıqda olan komandalar nümayəndəsi konferansda iştirak eləsin, bir söz demək səlahiyyəti olsun. Biz axı federasiyanın prezidentini biz heç yerdə görmürük. Heç olmasa bizim şansımız olsun ki, həmin konferansa gedək və biz federasiyamızın rəhbərinə üzbəüz oturub bir təklifimizi verək. Bunun nə pisdir? Nə pis ola bilər ki, təbii. Başa düşdünüzmü? Ona görə də biz
ən azından təkliflərdən biri məsələn budur ki, biz istəyirik ki, ikinci divizionun 1-ci, 6-cı yerdə komanda olanlardan bir nümayəndə olsun, geçsin orada ikinci divizionun problemlərini desin ki, bizim bu problemlərimiz var. Bu günləri ən çox səfər oyununa gedən komandalar ikinci divizyon komandalarıdır. Bizim tək bir ayda icarə və stadionlara verdiyimiz xərc bir ayda 2000 manatı örtür. 2000 manat. Bunu 10 aya vuranda 20 manat pul eləyir. Bizim nəqliyyat xərcimiz hər ayda ən azından 1500-1200 manat civarında təşkil edir. Məsələn, bizə verilən 50.000 puldan tək 10.000 manatı oyun və səfər oyunlarına çəkilən xərcdir. Baxın, 50.000-dən 10.000-i odur. Bütün sənədləri də gətirmişəm, göstərəcəm sizə. Hamı da elektron da... Oradan da vergi çıxılır. Hələ vergisiz. 10.000 bura. Ondan sonra 6.000 civarında oynadığımız stadionların icarəsidir. 4.500 manat civarında təcili tibb yardımına bağladığımız müqavilədir. Və buradan belə hasıl olur ki, verilən 50.000-dən 30.000-i ancaq təcili tibbi yardım, stadionların icarəsi, məşq, hamısı buraya. Yerdə qaldı 20.000. Siz indi 20.000-də səfər, ev oyunlarını oynayın. Ona görə də mənim üçün də maraqlıdır ki, bu 50.000-i hansı futbol mütəxəssisi deyib 50.000 olsun. Bax, mənim üçün maraqlıdır ki, bax, hamımız deyib. Premier Ligaya 300.000 ayda. Birinci divizyona 30.000, ikinci divizyona 5.000. Bunu hansı futbol mütəxəssis deyib onu? Mən istəyirəm gedim orada söyləyək ki, bunu hansı ağıl sahibi deyib ki, belə ki, 5.000-lə komanda saxlamaq olar ayda. Bu. İkincisi, biz 10.000 manat hər il deyək ki, X təşkilata nəqliyyat xərci kimi veririk. Bizlə bağlanan müqavilədə mən dəfələrlə müraciət eləmişəm ki, bu müqavilə qüsurludur, belə bağlamayaq. Ona görə ki, mən gedib icarə kimi 4 oyunuma 1500-2000 manat mən verməkdənsə, siz icazə verin, mən müqavilədə nəzərdə tutulunla gedim bir nəqliyyat şirkətinə müqavilə bağlayım, həmin avtobusa ilki dönəniş kimi 5000 manatımı ödəyim, hər ayda gedim 1000 manatımı ödəyim, 2 ildən sonra avtobus mənə qalsın. Ona icazə vermirlər. Deyirəm, qardaş, mən bir adama heç nədən 20.000 manatı boş-boşuna verirəm. Avtobusu mən Şəkiyə getməliyəm, Göygölə getməliyəm, Lənkərana getməliyəm, Leriklə getməliyəm, Qubaya getməliyəm, pul verirəm də. Olmazmı ki, mən gedim bir nəqliyyat şirkətindən, mən leasing şərti ilə avtobus alım, 5000 manatı ödəyim, hər dəfə pul gələndə mən aparıb o icarə kimi o adama 1000 manatı verməyim, 1000 manatı verim o leasing şirkətinə, 2 ildən sonra avtobus qalsın mənə, komandamızın avtobus olsun. Buna kim icazə vermir? Müqavilə bağladığımız müqavilə futbolun inkişafı ilə, fondu ilə bağladım, buna icazə verir. Mən də deyirəm, bu müqavilədə dəyişkənlik eləyək də bizim imkanımız olsun. Nə üçün deyirlər ki, olmaz? Yox, indi hal-hazırda deyirlər ki, müqavilə belə bağlanıb da. Olmaz, yəni təklif veririk, hələ ki, mən bu kimi təkliflərdə və yaxud da ki, torpaq sahəsi. Torpaq bildiyiniz kimi, hamısı bu günlər sən gedib torpaqlarına, sən gedirsən danışın, deyir ki, mən bunun hektarını sənə verirəm 50.000. Sən də deyirsən ki, 50.000 mən sənə verirəm, ancaq mən bu 50.000-i sənə 1 il ərzində verəcəm. Müqavilə bağlayaq, hər ay mən sənə 3000 manat pul verəcəm. Deyir, hə, razıyam. İndi mən də deyirəm ki, mən müqaviləni qanuni şəkildə eləyim, torpağı mən götürüm klub üçün, birinci torpağı əldə eləyim, sonra da orada bir iş adamına deyim ki, bax, mənim 1 hektar torpağım var, gəl, burada meydançanı tikək, 50% gələn gəlir sənindir, 50% də mənimdir. Buna da icazə verilmir. İcazə verilmir. Yəni ki, ona görə mən təkliflərlə istəyirəm ki, gedim. Yəni burada sizin mətbuat vasitəsilə, siz uzun müddət tanıdığıma görə, futbolun içində olan, ləyaqətlə bu iş aparan olduğuna görə mən bunları tam səmimi şəkildə deyirəm ki, yəni mənim dediyim bu təkliflər hansı pisdir? Yox, pis deyil. Bunlar hamı futbolun inkişafı üçün olanlardır. Yəni bunlar hamısı biz bugün varıqsa, bunlar hamı kluba qalacaq. Yəni mən pul ödəyirəm də, ondan sonra qalsın mənə. Ona görə bugün Premier Liqada oynayan, 1-ci divizionda oynayan komandaların heç birinin demək olar ki, barmaqla saymaq olar 1-2 klubun.
Özünün stadionu var. Yerdə qalan stadionlar hamısı idman və gənclərlə həmkarlara ona buna şeydir. Mən istəyirəm ki, biz bu tendensiyanı dəyişək. Klubun özünkü olmalıdır. Bugün klubun öz bazası olmalıdır, öz stadionu olmalıdır. Kasıb da olsa, imkanlı da olsa, şey də olsa bilməlidir, hə, bu günləri mən, bu meydança mənimkidir. Heç kimə mən buna görə gedib ayda 2000-3000 manat pul vermirəm. Ona görə də biz futbolun strategiyasını, bunun düşüncəsini idarəçilərdə də dəyişməliyik və bunlar nəhayət bilməlidirlər ki, klublara şərait yaradılmalıdır, klubun özünün bazası olmalıdır, özünün stadionu olmalıdır, özünün avtobusu olmalıdır. Hər şey özünkü olmalıdır. Bax, həmin müqavilələri mən də bax, müraciət eləməyim səbəb odur ki, icazə verin, biz gələk, siz idarə eləyin. Siz bizim orada heç bir gözümüz yoxdur, amma icazə verin, bizim təkliflərimizin biri, ikisi heç olmasa həyata keçsin. Baxın, o qədər belə, mən o qədər təkliflərlə mirə, valla inandırım sizə, tam səmi heç bir həyata keçmir. Bir indi sadaladıqlarımdan hansı sizi qane eləmədi? Çox normal təkliflər. Normal təkliflərdir, amma eləyə bilmirik. Eləyə bilmirik. Bax, belə bir situasiyadır. Argument də var, bir argument də odur ki, mən belə verilişin əvvəlində də qeyd eləmişdim ki, bunu AFFA eləməlidirmi? Yəni, bu işi klubun bazasının yaradılması, torpağının, ümumiyyətlə belə deyək də, bu hansı ki, əslində biz öyrəşmişik, biz bilirik ki, normal ölkədə klub özü, yəni ümumiyyətlə normal ölkədə futbol, AFFA, dövlət, yəni kluba yardım eləməməli. Yəni biz nətər təsəvvür edə bilərik ki, İspaniya dövləti Real Madridə məsələn maliyyə yardım edir. Yox, İspaniya dövləti də, bax mən tam söyləyirəm, gedin baxın. Metropolitan stadionunun tikilməsi üçün müəyyən kreditlərin verilməsində Atletico Madrid dəstək olur, kömək olur. Və həmin dəstək nəticəsində klub ayağa qalxır və ondan sonra özünü inkişaf elətdirir. Bu günləri klubun inkişaf elətdirilməsi üçün mütləq dövlətin və yaxud da federasiyanın dəstəyinə ehtiyac var. Biz ayağa qalxmaq üçün mən o tendensiyanın, baxın, mən uzun illər AFFA İcra Komitəsinin üzvü olmuşam. Uzun müddət artıq 30 ilə qədər ki, klub rəhbərliyində, prezidenti kimi çalış. Amma bu günləri əgər futbolun siyasətini aparan insanlar biz müəyyən edib seçmişiksə, onlar da bizim seçkimizə hörmətlə yanaşıb bizə dəstək olmalıdır. Birinci, biz ayaq üstə durmağa bizə dəstək olmalıdır. Ondan sonra ondan sonra siz deyirsiniz, hansı iş adamına mən gedim deyim ki, hansı iş adamına deyim ki, bu torpağı al mənim üçün. Olar mənim üçün. Deyəcək ki, mən sənin üçün niyə alıram ki? Ona görə də mənə dotasiya bu qrant layihəsi çərçivəsində mənə 50 min pul vermir. Mənə icazə versin ki, o 50 mindən mən o torpağın almasına 4 min, 5 min başlayayım mən orada, hər ay mən orada şey eləmək. Yəni, müəyyən dəstəklər, köməklər. Bu günlər gedirsən bir telefon alıb, bax, gedirsən ancaq bir telefon alırsan, bölürsən 12 aya, ayda aparsan 100 manatını ödəyirsən, sonra o telefon qalır sənə də. Bunu bəyən futbolda eləmək olmaz. Orada eləmək olar, burada eləmək olmaz. Ona görə də bu gündən o avtobusu özüm üçün almıram ki, klubun balansındadır da. Hə, ola bilsin ki, federasiyada, klublarda olan adamların təmizliyinə inanmırlar. Bu başqa məsələ. Onda onu çıxartsınlar, başqasını qoysunlar. Amma bu günlərdə klubda olan insanlarla birlikdə əl-ələ verib biz bu çətinlikləri aşmalıyıq. Bugün klubun bazası yoxdursa, stadionu yoxdursa, adicə məşqə gedib gəlməyə, rayona gedib gəlməyə bunun nəqliyyat vasitəsi yoxdursa və ondan sonra da biz Azərbaycan futbol komandalarının Avropa və dünya çempionatlarında gedib qalib gəlməsini, Anarın bir əsəri var, o Məhəmməd Əli, bir Məhəmməd Əlini göstərirlər, vuruşur, orada vurur Fözləri, uşaq birdən atasına deyir ki, ata, sən döyərsən Məhəmməd Əli, deyir, mən. Uşaq gedir həyətə, deyir, baxın, mənim atam Məhəmməd Əlidən güclüdür. Mənim atam onu döyər. Bu günləri biz elə vəziyyətdəyik ki, biz indi hamımız, Azərbaycanda futbolçu yoxdur. Hamı durub deyir ki, Azərbaycan dünya və Avropa çempionatında oynamalı. Sual yaranır, sən bu futbolçu üçün neynəmsən? Bu normal məşq eləmək meydançası yox. Normal təlim məşq toplanışı keçmir. Xaricdə klublarını oynamır. Heç bir şey eləmir. Amma sən deyirsən ki, yox, bu Fransa millisini udmalıdır. Belə bir şey baş verə bilər. Yaxşı meydança məsələsinə toxundunuz. Bakının bu gün bazasının dağılması, mən həmişə deyirəm, Makanın deyirəm ki, oradan keçəndə biz o görürük. Yaxşı günlərimiz olub orada. Bakı kluba yeri gəlmiş, mediana həmişə yaxşı münasibət olub. Yəni, o cür bazanın dağılması bir ölkə futbolçunun faciədir. Mənə sadəcə maraqlıdır, o vaxtda federasiya, AFFA nəsə müdaxilə edib, ən az o meydançanın bazanın saxlanılmasına nail ola bilərdi, yoxsa deyək ki, tamam, borc vardı. Amma həmin dönəm AFFA-nın da yaxşı maliyyə qaynağı vardı. Yəni,
Bəzən sanki belə fikir yaranır ki, o köhnə Afar rəhbəri deyək ki, konkret Hafiz Məmmədovun prinsipi var deyən, maraqlıdır ki, bazada dağılsın klubda. Futbolun inkişafı naminə o bazanı saxlamaq olardı federasiya tərəfindən. Ya siz nəsə bir təklif elədiniz? Müəyyən işlər görmək olardı. Hə. Sözün düzü. Müəyyən işlər görmək olardı, amma bizim bir çətinliyimiz də ondadır ki, ən çətin hallarda o idarə edicilər bir stol ətrafında oturub ümumi razılığa gəlmək biraz çətin oldu. Bakı klubunun dağılmasının səbəblərindən də biri ən kritik vaxtlarda istər Bakı klubunun, istər federasiya və digər yoldaşlar oturub normal şəkildə bir yerdə biz bu məsələ həll edə bilərdik. Amma təəssüf ki, məsələn, bir yerdə oturmağa ehtiyac görülmədi. Və ona görə də hər kəs öz fikrində qaldı. Sonda da nəticə belə oldu. Klubu tamam başa düşür, dağılıb, bazanı saxlamaq mümkün deyil. Yəni bildiyimiz qədərilə son vaxtlar Affasiya müəyyən qədər kömək elədi və sair tarixi. Elə həmin vaxtda olmazdımı ki, yəni götürün bu bazanda, ta biz klub olsa dağılırıq, futbolun inkişafı üçün bir milli komandanın hazır bazasında siz nələrsə eləyin, açıq danışıq o vaxtı Afar rəhbərində imkanları vardı. Yəni belə deyək. Bunu eləyə bilərdilərmi? O iş ondadır ki, o vaxt Allah rəhmət eləsin Azad Məlik Rəhimova. Bəli. Məsələ ondadır ki, siz deyirsiniz, məni məcbur eləyirsin müəyyən məsələlər. Məsələ ondadır ki, o vaxt əlimizdə də dövlət proqramı vardı. 2005-2015-ci illərlə bağlı dövlətimizin proqramı vardı, futbolun inkişafı ilə bağlı. Həmin proqramda da sizin dediyiniz bütün məsələlər yazılıb. Orada məsələ nədir? Əgər klub iflasa uğrayarsa, İdman və Gənclər Nazirliyi, Federasiya, hökumət qarşısında, Nazirlər Kabineti qarşısında vəsadət qalxızır. Həmin bazanın devlət özü alıb, pulu kənarlaşdırır, amma infrastrukturun dağılması imkan vermir, təyinatın dəyişməyə imkan vermir. Ona görə də onu alır, vəsaiti ödəyir. Siz dediyiniz məsələ devlət proqramı əksini tapmışdır. Çox təəssüflər olsun, Allah rəhmət eləsin Azad müəllim. Azad müəllim bu məsələnin həll olunmasında getdikdə görüşdük, müdafiələrlə söz verdi. Sonra gəldi, dedi ki, mən bu işlərə qatılmam. Ona görə də bu məsələlərin həll olunması üçün o vaxt İdman və Gənclər Nazirliyi tərəfindən Azad müəllim müəyyən məsələlərdə söz versə də, sonradan bu məsələlərin həll etməsi üzərinə atdı. Əgər dövlət proqramında nəzərdə tutulan sizin dediyiniz məsələlər o xətlə biz icra olunsaydı, bəli, Bakının təlim məşq bazası qalacaqdı. Çox təəssüf olsun ki, o vaxt bizim yaxın dostlarımızda olan Azad müəllim bu məsələnin həll olunmasında bizə dəstək vermədi. Yəni azı Inter dağıldı, sonra Şəfanı Asıfovda saxladılar bunu, Askarena falan, amma ən azı bir şey saxladılar da bazanı. Belə bir nəzərdə tutulmuşdu. Mənim də məktublarım var bununla əlaqədar. Çox təəssüf ki, o məsələ həll olunmadı. Belə, Yaşaram, çox sağ olun, gəldiniz. Yəni, sizin də ürəyiniz doydu, bizim də verəcəyimiz suallar var idi. Yəni, uzun müddətdir bu məsələ ilə bağlı həmişə bir fikirlər deyildi ki, niyə dağıldı, niyə belə oldu? Bir fikirlər formalaşması üçün, bir fikir müəyyənləşdirməmiz üçün çox səmərəli bir görüş oldu. Sizə bir daha təşəkkür edirəm. Gəldiyiniz üçün sizə də həm Dinamo klubunda, həm də ümumiyyətlə şəxsi fəaliyyətinizdə uğurlar arzulayıram. Sizin kimi mütəxəssislər Azərbaycan futboluna lazımdır. Çox sağ olun. Mən də sizi və Anar müəllimi görməkdən çox şad oldum. Hər zaman, nə zaman lazım olsa, mən də sizinlə birlikdə müəyyən fikirlər səsləndirməyə hazıram. Təşəkkür. Anar, sənə təşəkkür edirəm, gəldiyinə görə minnətdaram. Təşəkkür, çox sağ ol. Belə, 11 adam ekstra başa çatdı, növbəti verilişlərdə görüşərik.